C-130 təyyarəsi hansı xüsusiyyətlərə malikdir? Bu təyyarənin idarə edilməsi pilotlardan yüksək peşəkar keyfiyyətlər tələb edir. Ekspertlər bildirir ki, C-130 model təyyarənin pilotların səhvi səbəbindən qəzaya uğraması ehtimalı sıfıra bərabərdir. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması hava gəmisi ilə bağlı müzakirələrə səbəb olub. 1954-cü ildən istehsal olunan təyyarə Amerika Birləşmiş Ştatları mənşəlidir. 92 hərbçi və 19 ton yük daşıma qabiliyyətinə malikdir. C-130 təyyarələrinin istifadə müddəti 30-50 il arasındadır. Lakin vaxtında modernizasiya ilə təyyarələrin 50 ildən çox istifadəsi də mümkündür. 4 mühərriklidir. Minimal çəkisi 34. Qalxma zamanı maksimal çəkisi isə 70 tondan çoxdur. Adi uçuş sürəti saatda 541 km. Maksimum sürəti isə saatda 590 kilometrdir. Havacılıkta temel bir yaklaşım vardır. Havada sıfır riskle uçulur. Çünkü %0.001'lik bir risk bile uçağın düşmesine ve bütün uçağın içindeki personel hayatı kaybetmesi sebebiyet verir. C-130'ların mürettebatına baktığınız zaman pilotaj hatasının son derece düşük bir ihtimal olduğunu görürsünüz. Hele ki dünyanın en iyi pilotları, Türk pilotları o uçağı kullanıyorsa. Türkiyəyə məxsus təyyarənin qəzaya uğraması C-130'larla bağlı ilk hadisə deyil. Tarixdə ilk C-130 qəzası 1958-ci ildə Ermənistanın paytaxtı İrəvan yaxınlığında baş verib. Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Sovet hava məkanına daxil olduğu üçün vurulub və nəticədə 17 nəfər həlak olub. 1968 və 1971-ci illərdə Vyetnam müharibəsi zamanı ABŞ-yə məxsus təyyarələrin qəzaya uğraması ilə müvafiq olaraq 155 və 71 nəfər ölüb. Ölümlərin sayına görə ən dəhşətli qəza isə 1992-ci ildə Nigeriyada baş verib. Ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə olan 158 nəfərin hamısı həlak olub. Azərbaycan da ərazisində C-130 təyyarə qəzalarının baş verdiyi ölkələr siyasındadır. 1994-cü il martın 17-sində Xankəndi şəhəri ilə Xocalanın Ballıca kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsi vurulub. Nəticədə 32 nəfər həlak olub. Ölənlərin əksəriyyəti İran diplomatları və onların ailə üzvləri. Amma siyahıda texniki naxsazlıqlar səbəbindən baş verən qəzalar daha çoxdur. Hidrolik sistemlərində, komuta sistemlerinde veya elektronik arıza nedenleriyle düşme ihtimalleri bulunmaktadır. Aynı zamanda eğer bir kargo nakliye söz konusu ise bu kargoların hatalı yüklenmesi veya yüklenen hataların uçuş esnasında bağlarından kopmasıyla birlikte hareketlenmeyle uçağa içeriden bir yüksek miktardaki zararına bağlı olarak da düşme ihtimali olduğu bilinmektedir. Bugünədək təxminən 2350 ədəd C-130 təyyarəsi istehsal olunub ki, onların təxminən 15% qəza və digər problemlərlə üzləşib. Son hesablamalara görə 327 hərbi modifikasiya edilən C-130 təyyarəsi qəzaya olub. Nəticədə 3466 nəfər həlak olub. Qeyd edək ki, təyyarə hazırda 70-dən çox ölkənin silahlı qüvvələrində xidmət göstərir. C-130 əsasən hərbi yük və şəxsi heyətin daşınması, hava desantı əməliyyatları, tibbi təxliyə, yanğın söndürmə, humanitar yardım çatdırılması, eləcə də xüsusi əməliyyatlar üçün nəzərdə tutulub. Qəzaya uğrayan Türkiyə təyyarəsi isə sonuncu dəfə 2020-ci ildə əsaslı təmir edilib.